Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Bu 3 büdcə şans gələcək qarşıdakı günlərdə nələr gözlənilir? Salam, dəyərli izləyicilər, bu videoda astroloji şərhlərə əsasən qarşıdakı dövrdə şanslı hesab edilən 3 büdcdən danışacağıq. Xatırladaq ki, astrologiya elmi sübut olunmuş proqnoz metodu deyil və burada deyilənlər əyləncə və ümumi məlumat məqsədi daşıyır. İndi isə keçək mövzumuza. Birinci bürc buğa bürcü altında doğulan insanlar üçün qarşıdakı günlər nisbətən uğurlu və məhsuldar görünə bilər. Uzun müddətdir üzərində çalışdıqları bəzi işlərdə müsbət nəticələr əldə etmək ehtimalı yüksəlir. Xüsusilə maddi məsələlərdə yeni imkanların yaranacağı düşünülür. Bu dövrdə buğa bürcləri qarşılarına çıxan imkanları diqqətlə dəyərləndirməlidirlər. Yeni əməkdaşlıqlar, iş təklifləri və ya əlavə gəlir mənbələri ilə bağlı xəbərlər ala bilərlər. Həmçinin ailə daxilində münasibətlərin daha da yaxşılaşması ehtimalı qeyd olunur. Astrologlar hesab edirlər ki, buğa bürcləri üçün səbir və planla hərəkət etmək uğurun əsas açarlarından biri olacaq. Tələsik qərarlar vermək əvəzinə hər addımı düşünərək atmaq daha faydalı nəticələr verə bilər. İkinci bürc şir bürcü nümayəndələri üçün qarşıdakı günlər enerjili və aktiv keçə bilər. Onların özlərini göstərmək, bacarıqlarını nümayiş etdirmək və yeni layihələrə başlamaq imkanları arta bilər. Bu dövrdə şir bürclərinin diqqət mərkəzində olması ehtimalı yüksəkdir. İş həyatında və ya şəxsi fəaliyyətlərində qazandıqları uğurlar ətrafdakı insanların diqqətini çəkə bilər. Yeni tanışlıqlar və faydalı əlaqələr qurmaq üçün də münasib vaxt hesab olunur. Maddi baxımdan da müəyyən müsbət dəyişikliklər gözlənilə bilər. Əvvəllər yarımçıq qalmış planların yenidən gündəmə gəlməsi və uğurla tamamlanması ehtimalı var. Astroloji şərhlərə görə şir bürcləri özlərinə inamı qoruduqları halda daha yaxşı nəticələr əldə edə bilərlər. Üçüncü bürc oxatan bürcü nümayəndələri üçün qarşıdakı günlər yeni başlanğıclar və maraqlı fürsətlərlə yadda qala bilər. Uzun müddətdir gözlədikləri bəzi xəbərləri almaq ehtimalı artır. Bu dövrdə oxatan bürclərinin qarşısına həm şəxsi, həm də peşəkar sahədə yeni imkanlar çıxa bilər. Səyahət, təhsil və ya yeni layihələrlə bağlı qərarlar gündəmə gələ bilər. Astrologlar bildirirlər ki, oxatan bürcləri üçün ən vacib məsələ qarşılarına çıxan imkanları vaxtında görmək və onları düzgün qiymətləndirməkdir. Münasibətlər sayəsində də müsbət dəyişikliklərin baş verməsi ehtimal olunur. Yeni dostluqlar və faydalı tanışlıqlar gələcək planlarda mühüm rol oynaya bilər. Bu səbəbdən oxatan bürclərinə daha açıq fikirli olmaq tövsiyə edilir. Nəticə beləliklə astroloji şərhlərə görə qarşıdakı günlərdə buğa, şir və oxatan bürcləri üçün daha şanslı bir dövr yaşana bilər. Əlbəttə ki, hər bir insanın həyatı onun qərarlarından, səylərindən və qarşılaşdığı şəraitdən asılıdır. Bürclər yalnız ümumi xarakterli ehtimalları əks etdirir. Videonu bəyəndinizsə kanalımıza abunə olmağı, videonu bəyənməyi və fikirlərinizi şərh bölməsində yazmağı unutmayın. Yeni videolarda görüşənədək sağ olun.